Bir neçə gündür sosial şəbəkələrdə avtomobil nömrələri ilə bağlı məlumatlar yayılır. Yəni məlumatlarda artıq əvvəlki kimi avtomobil nömrələrində çip olmayacağı bildirilir. Bununla bağlı xeyli paylaşımlar olsa da, amma rəsmi məlumat yox idi. Rəsmi məlumat artıq açıqlanıb. Məlum olub ki, Azərbaycanda avtomobillərdə çipli nömrələr ləğv olunub. Baş Dövlət Yol Polisi İdarəsi OXAZ bununla bağlı açıqlama verib. Məlum olub ki, yeni hazırlanmış dövlət qeydiyyat nişanlarında çip elementlərinin tətbiqi nəzərdə tutulmur. Məlumata görə çiplər vaxtilə nəqliyyat vasitələrinə dair məlumatların elektron qaydada ötürülməsi və identifikasiyası məqsədi ilə nəzərdə tutulsa da, mərkəzi informasiya sisteminin yenilənməsi, eləcə də müasir radar, kamera və nömrə tanıma sistemlərinin təkmilləşdirilməsi nəticəsində bu funksionallıq artıq daha səmərəli və müasir texnoloji üsullarla həyata keçirildiyindən çiplərin tətbiqinə zərurət qalmayıb. Hazırda təqdim olunan dövlət qeydiyyat nişanları bütün texniki təhlükəsizlik və keyfiyyət standartlarına tam cavab verir. Qeyd edək ki, bu yenilik yalnız yeni verilən dövlət qeydiyyat nişanlarına aiddir və mövcud nömrə nişanlarının dəyişdirilməsinə ehtiyac yoxdur.